sidiklə müalicə eləyirlər. Çünki bundan bağlı aşağıda... Urinoterapiya. Urinoterapiya. Sidiklə müalicə möhtəşəmdir. Yəni, sidiklə müalicə ilə sən bu gün ölkədə çox xeyli faiz öz sidiyini qəbul edir. Ancaq bilmədən, çobudcasına istifadə edirlər. Onu məlhəm kimi istifadə eləmək üçün istifadə elədiyin dövrdə sən onu elə-belə istifadə eləndə zülüm çəkirsən, pis qoxusu var, pis dadı var. Sən bol miqdar su içir, tam qidasızlıq şəraitində onu qəbul etsən, nə qoxusu var, nə dadı var, elə bir bulaq suyudur. Yəni, zülal qəbul etmək olmaz. Saçın tökülməsinin qarşısını alır, yeni saç çıxardır, qəbzli aradan qaldırır, köp aradan qaldırır. Ondan sonra şəkər xəstələrində çox böyük bir faiz bunu qəbul edir. Ancaq mən dediyim kimi qəbul etsələr, daha çox effektini görürlər. Ziyanlı tərəfi yoxdur, doktor. Xərçəng xəstələri istifadə edirlər. Heç nəyə ziyanı yoxdur. Heç bir şeyə. Əks göstərişi yoxdur. Yalnız, bəzən görürsən ki, səhv məlumatları var. Deyir ki, nəvənin, yaşlı adamlar, deyir, nəvənin sidiyi daha yaxşı məlhəmdir. Elə deyil. Sən sağlamsansa, yaşlısansa, sağlam və yaşlısansa, onda nəvənin sidiyi ilə urinoterapiya qəbul etmək çox xeyirlidir, gənc saxlayır səni. Üçün, bu urinoterapiya yoxsa xəstəsənsə, orada nə mexanizm nədir Samir bəy? Demək, bədənin harası xəstədirsə, o sənin sidiyində görünür. Sən onu qəbul edən kimi, orqanizm düz həmin xəstə yerə aparır. Müalicəvi təsiri həmin yeri edir. Mexanizm budur. Üçün, bu urinoterapiya haradan gəlib? Bu, çox qədimdən... Yəni, Azərbaycanda biləm, kimsə əli kəsiləndə, ayağı kəsiləndə... Bəli, onun eli demək. Bəli. Bişirin, nə bilim... Yox, heç pişirmə, elə məlhəm qoyurlar. O, çox qədimdəndir hər yerdə. Ancaq elmi şəkildə təbii ki, çox ehtimal ki... Bunun elmi tərəfləri də var, deməli. Təbii, elmsiz olar mı? Bu, ən çox Çin təbabətindən və Yaponiyada Dao nəzəriyyəsi var. O xətlə gələn bir şey, elmdir. Ona görə də o elmsiz qətiyyən olur. Məsələn, uşağın qızdırması var. Heç nəyin yoxdur. Sən uşağın öz sidiyindən, mexanizmi demirəm ki, köbud eləməsini götürürsən, su qaydada hazırlayırsan, uşağa vurursan, qızdırma düşür, normallaşır.